Belə bir məsələnin həllinə baxaq. Soyad, vəzifə və işə başlama tarixini daxil edin. İşə götürülənləri 15 sentyabr 2003-cü il tarixdən 24 may 2005-ci ilə qədər olan aralıqda sıralayın. Məlumatları işə başlama tarixinə görə artan sırayla düzün. Kod aşağıdakı şəkildə olacaq. Select last name, job ID, hire date, from employees veya hire date between tırnaqlar içində 15.09.03 and 24.05.05 order by hire date ask. Kodu işə salırıq və nəticəyə baxırıq. Axtarış nəticəsi bizim qoyduğumuz şərtə uyğun olaraq 15 sentyabr və 24 may aralığında qeyd olunub.